Bizə Bax telekanalının milyonlarla olan izləyiciləri, biz yenə də canlı yayımdayıq. Əminəm ki, siz hələ də bizə baxırsınız. Ona görə ki, İlham müəllimi təbrik eləməyə gəlir. Onun uzun illik sənət yoldaşı, xalq artisti Mübariz Tağıyev. Məhəbbət güləndə, nura boyanır dünya insan seviləndə. Qədrini bilək bu ömür payının, qədrini bilək bizi sevən insanların, qədrini bilək sevən insanların. Akşam ötənlər yada düşür, bu akşam sevenler de görüşür. Unutmaya düşten sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Yadda kalan sözün varsa, yüreklerde yerin varsa, yaşayarsan dünyada kalar, ebedi olar. Özünden sonra bizi kalan insanlar. Akşam ütenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Hayat sevgini koruyak, dünyadan köçen dostları biz unutmaya. Katirelerde yaşadan onları, unutmak olmaz bizi seven insanları. Unutmak olmaz seven insanları. Akşam ütenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. Yadda kalan sözün varsa, yüreklerde yerin varsa, yaşayarsan dünyada kalar, ebedi olar. Özünden sonra bizi kalan insanlar. Bu akşam ötenler ya da düşür, bu akşam sevenler de görüşür. Unutmaya kıştan sonra bahardır. Herkesin bu dünyada sevgi payı vardır. 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 Hey! Mübariz Tağıyev! Sağ ol azizim, çok sağ ol, minnettarım. Çok sağ ol. Benim aziz kardeşim, Çok sağ ol. benim aziz dostum. Karşılıklıdır. Tebrik ederim seni. Çok sağ ol. 100 yaşa. Dünyada kalar, ebedi olar, özünden sonra izi kalan insanlar. Senin izin o kadar geniş, o kadar ışıklıdır ki İlham. Nesil büyüyor. Müəllimliyin senin bir yana kalsın, filmler vesaire. Öpürəm seni. Mübariz Tağıyev! Benim dostum, kardeşim. Gençliği dostum. Var olun. Hal-hazırda dostum. Çok sağ ol, çok teşekkür Var ederim. olun, var Çok olun. sağ ol, çok sağ ol, çok mübarek. Çok teşekkür ederim. Cema, Yani radara düşeceğiz Allah'ım dost. Cema. Canım için bu da bir iş değil. Mikrofon uzatmaqdan əlim uzana qalıb. Deyirəm bu sənətdə olub. Sənətdə
anlayışı olmayanlar özlərini o qədər dartıb tarıma çəkiblər ki, elə bir bunlar olmasa sənət batar, sənət çökər. Dayı demirlər ki, hər şey əksinədir, hər şey tərsinədir. Amma kanalların çoxunda da var. Var. Reyting dalıcan qaçırlar. Qaçın, görək hara qədər qaçacaqsınız. Amma demirlər ki, əslində necə olmalıdır? Ruha xitab eləyib, mənəviyyata xidmət göstərmək lazımdır. Hazırsan? Telekanallar arasında reytingləri darmadağın edən Radar televiziyası canlı yayımda efirdədir. Yubilyarı təbrik edir. Akademik Milli Dram Teatrından sənət dostları, Respublikanın əməkdar artisti Sənubər İskəndərli və Respublikamızın xalq artisti Hacı İsmailov. Siz davam eləyin, davam eləməlisiniz. Başqa yolu yox ki. Hacı müəllim burada. Buyurun. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar, əziz dostlar, aktyor sənətinə dəyər, qiymət verən, əziz tamaşaçılar. Bu günləri bizim hamımız üçün gözəl bir gündür, mənim üçün xüsusi olaraq. Çünki mənim nə az, nə çox 60 illik dostumun bu günləri 75 yaşı tamam olur. Və bu dostum Akademik Milli Dram Teatrına o vaxtlar təzəcə qəbul olunanda ayağı yüngül oldu və aktyorların maaşları artdı. Amma İlham Namik Kamal kənarda qaldı. Aktyorlara hətta mükafatlar belə verdilər. İlham Namik Kamalın Akademik Milli Dram Teatrda oynadığı tamaşa dövlət mükafatı aldı. Aktyorlara mükafatlar verildi. Amma İlham Namik Kamaldan başqa. Amma illər keçdi, aylar dolandı, il keçdi və İlham Namik Kamal bütün fəxri adları da aldı, mükafatları da aldı, prezidentin fərdi təqaüdünü də aldı və üstəlik şöhrət ordeninə layiq görüldü. Və biri-birindən gözəl rollara can verdi, rollar yaratdı və tamaşaçıların rəğbətini qazandı. İlham müəllim, Bəli. Nə sor deyirlər mənim bilmirəm. boynuma bir yük qoyublar. Deməli, Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından sizi, sizin təbirinizcə desək, bu 7-5 yaş münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı arz edirəm. Təşəkkür edirəm. Bununla bitmədi, hələ ardı var. Oo, burada. İlham Namik Kamal bir sənətkar kimi doğrudan da çox mükafatlara layiqdir və o uzun müddət Azərbaycan Teatr Xadimləri İttifaqının ən fəal üzvlərindən olub, bizdən fəxri fərmanlar da alıb, sənətkar medal da alıb, Qızıl Dərviş mükafatı da alıb, hər şey alıb. Fikirləşdik, bəs bu illəri biz onu nə ilə təbrik eləyək? Biz deyəndə, yəni Teatr Xadimləri İttifaqı və belə qərara gəldi ki, bu illəri iyul ayının 22-sində Teatr Xadimləri İttifaqının 15-ci konferansında İlham Namik Kamalı sədrin mavini təyin eləyək, idarə heyətinin üzvü təyin eləyək. Çox təşəkkür edirəm.
Və bir təbrikimiz də var. Sizin icazənizlə onu mən təqdim edeyim. Əhmədov İlham Namiq Kamal Azərbaycan Teatr Xadimləri İttifaqının teatr xadimi qızıl medalı ilə təltif olunur. Çok sağ olun. Sağ olun. İndi olar ki, Hacı ben deyim ki, burada da sənət adamları da eləşir. Deyim ki, olmayanlar üçün olsun, olmayanlar üçün olsun. Çok teşekkür İlham, ederim. əzizim, sən bilirsən ki, səni xalqımız, cəmaat, tamaşaçılar nə qədər istəyir və mən çox sevinirəm ki, 60 il sənlə bir yerdə dostluq eləmişik. Şəninə nə deyim, əziz qardaşım, sənin bu yubileyinə yaraşan olsun. Mən nədən danışım, nədən söz açım, bu möhtəşəm salona yaraşan olsun. Dünyalar durduqca hörmətin olsun. Belə yaşayasan yaşayanda da, ellər qibtə edən şöhrətin olsun. Belə yaşayasan yaşayanda da. Çok sağ olun, çok sağ olun.